Salam aleyküm əziz torpaq severlər. Biz yenə də sizin qarşınıza növbəti videomuzdan gəldik. Biz bu günləri sizə organik açıq oda davamlı qablardan söhbət edirik. Yəni bunların qapaqlı versiyası var, qapaqsızlar var. Qapaqlılar buradadılar, qapaqsızlar da bunlardır. Bunlarda yeməyi necə bişirilir, onu sizə izah edəcəyik gözəl insanlar. Bunda bişirilən yeməyin dadı, tamı bambaşqa olur. İndi bilənlərə aid deyil də, bilməyənlərə aiddir. Bizim məqsədimiz odur ki, biz respublikamızda torpağı sevdirək. Onsuz da bizim respublikada torpağı sevən oğlanlar, sevən insanlar çoxdur. Bizim məqsədimiz odur ki, lap da bu torpaqla istifadə edib, lap da torpağı sevsinlər. Torpağı sevmək lazım. Çünki əvvəlimiz torpaq, sonumuz torpaqdır. Ona görə də torpaq qablardan alıb çoxlu istifadə edib həyatın ləzzətini çıxartmaq lazımdır. Bunların bizdə 1 porsu var, 2 porsu var, 4 porsu var. Bunlar təmiz qırmızı gildəndirlər. Şərt o deyil ki, Azərbaycanlı olsun, Gürcüstanlı olsun, Türkiyəli olsun. Məsələ ondadır ki, hansı ölkənin olursunsa, təmiz qırmızı gildən olsun, alova davamlı olsun, tam təbii olsun. Kim ki deyir ki, açıq oda davamlı qablar kimyəvi qatqılıdır, filandır, bəhmədandır. O insanlara mən buradan deyirəm ki, sizin gedin öz işinizlə məşğul olun. Bu qabdan sizin qablardan məlumatınız yoxdur. Təsadüfən indi gəlib kimsə qabağına 5 dənə, 3 dənə qab qoyub satır. Allah xeyrin versin. Çörək üçün hər kəs nəsə eləyir. Amma bu qablardan bəzi adamların məlumatsız adamlardan xahiş edirəm bu qablar haqqında məlumat verməsinlər. Təmiz qırmızı gil, istəyirsən Azərbaycanda olsun, sən Türkiyədə olsun, sən Gürcüstanda, İranda çox azdır təmiz qırmızı gil. İstəyirsən nə bilim mən, dünyanın harasında olsun, təmiz qırmızı gil. Açıq oda davamlı gözəl insanlar. Mən yenə də sizi salamlayıram. Bizi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Torpaq sevənlərə eşq olsun deyirəm. Sağ olun, var olun, növbəti videoda görüşmək üzrə.